Ya Allah. Salam aleyküm. Ne olur bu balacamıza? Allah şəfa versin. Uşağın belində qrij olub anadan gəlmə. Əməliyyat eləyiblər, sinirləri zədələyiblər. İndi böyüdükcə əlləri yığılır, ayaqları yığılır. Mən Allah çox xahiş şəfa edirəm ki, sizdən kömək eləyəsiniz mənim balama. Yüngül işi saxlaya bilmir, ağır işi saxlaya bilmir. Allah şəfa versin. Biz kimik bir vasitəçiyik biz. Çox sağ olun. Allah hamısından razı olsun. Kömək eləyən qardaşlardan, bacılardan Allah hamısından razı olsun. Hamısının balasına kömək olsun. Minnətdarlıq bildirirəm ki, mənim balama kömək eləsinlər. Pensiyanı da kesiblər. Niyə kesiblər pensiyanı? Pensiya kəsmişlər, yenidən düzəltmişəm. Az eləyiblər. 3-cü qrup eləyiblər. Mən bunun pampersini çatdıra bilmirəm. İstədiklərini ala bilmirəm. Xəstə olanda sağalta bilmirəm. Yəni 200 manat niyə çatır ki? Niyə azaltırlar uşağın pensiyasını? Vəziyyət çox çətindir, çox. Yəni bu evimiz var. Yeni tikiblər. İndi burada Allah canları sağ etsin. Bəzi qardaşlar söz veriblər. Köməklik göstərəcəklər. Özləri öbürü evdədir. Buranın təmininə xahiş edirəm sizdən. Köməklik göstərərdik. Heç olmasa bir otağı hazırlayıb bir otağı köçürərdik uşaqlara. Çox pis vəziyyətdə yaşayırlar. Salam aleykum gözəl insanlar. Bu Məryəm balanın evidir. Baxın şəraiti budur. Balacalar salam. Salam. Nətərsiniz? Yaxşıyıq. Bacımızdır. Bu şəraiti budur. Baxın. Siçanlar gelib, siçanlar eləyir. Belə deşiklər var. Allah köməyiniz olsun hər kəsdən. Kaç. Baxın, şərait budur. Xalqyanlikdə nəsə var bacı? Yox. Dərmanlar. Bu nə çörəkdir? Allah kömək olsun. İnşallah qardaşlar köməkli gələcəklər. Niyə bu dərmanlar? Bu da dərmanlardan başqa heç nə yoxdur ki burada. 3 dənə yumurta var sizin üçün. İnşallah dolduracaq Allahın köməyinə buranı.